Azərbaycanda təhsilimizin geri çəkilməsi ilə bağlı problemlər də var və bu da bizi narahat eləməlidir. Bu günlərdə bir qərar qəbul olundu ki, lisey və gimnaziyalara imtahanlar ləğv olunur. 4-cü, 5-ci, 7-ci siniflər üçün, ancaq 6-cı siniflər üçün nəzərdə tutulur. Yüzlərlə, minlərlə insan və uşaqlar hazırlaşıb lisey və gimnaziyalara daxil olmağa. Bu qərar 8 ay öncə qəbul olunsaydı, heç bir narahatçılıq yaratmazdı. Hər kəs özünün gələcəyi ilə bağlı məsələləri müzakirə edə bilərdi. Amma bu imtahana bir neçə müddət qalmış, qısa müddətdə bunun ləğv olunması nəyə göstərir? Təhsil strategiya ilə bağlı məsələyə biz ciddi yanaşmalıyıq və dərhal da ictimai etirazlardan sonra Nazirlik bu məsələdə geri çəkildi və qərarı ləğv elədi. Bu cür eksperimentlərlə təhsilin bu vəziyyətə salınması arzu olunan məsələ deyil. Biz ona görə də bu məsələdə biraz ciddiliyi artırmalıyıq və bir çox sahələrdə açıq qəbul olunan qərarlar, islahatlar, eksperimentlər fayda vermir. Hətta indiki rəhbərlik səviyyəsində qeyd olunur ki, burada olan səhvlər hamısı 20 il əvvəlki rəhbərliyin səhvləridir. İndi 20 ildən sonra da təhsil tam sıradan çıxandan sonra başqa biri də çıxıb deyəcək ki, 20 il öncəki səhvindir. Belə bir səhvlər axtarışına çıxmaqla təhsili irəlilətmək olmaz. Bu məsələ üzərində məncə ciddi düşünməliyik və ciddi islahatlar aparmalıyıq. Təşəkkür ederim.